Yeni meyxanaçılar var. Bayaq elə birinci sən adını çəkdim Balayla. Balaylı yeni meyxanasıdır. Yox, yəni mehman deyil. Mən onlara daha yeni nəsil deyirəm. Amma belə də bir Balaylı 7-8 ildə elə meydanda var. Ondan qabaq deyir. Balaylının yəni yaşı da çox. Və indi fantastik populyarlığı var. Amma köhnə nəsil meyxanaçılar əksəriyyət onu bəyənmir. Üzünə desinlər. Qafiyələri falan düz deyil. Yox, qafiyələr də düzdür. Sadəcə adam biraz qafiyələrinə ahəng qatır, musiqi və elə trendə düşür. Yəni Balaylı xüsusi bir şey eləmir ki. Sadəcə Balaylı, məsələn, bildiyimiz Aycan alan candır məhəlləmizdə. Tutaq ki, budur qafiyə. Balaylı onu dəyişir ki, Aycan alan candır məhəlləmizdə. Belə eləyir. Yəni adam yeni bir ahəng gətirir. Əslində belə şeyləri baltalamamaq lazımdır. Yəni sırf onun tutduğu trend qafiyələrdən söhbət gedir. Belə şeyləri baltalamamaq lazımdır. Adam yəni o da bir cür xidmət edir də meyxana. Hələ hökmən dəyişməlidir. Hökmən neyləməlidir. Deyir də yəni burada nə problemli bir şey var. Fakt meyxananı gündəmdə saxlayır da hal-hazırda yəni onun qafiyələri. Onun tutduğu qafiyə var ki, mən də həmin qafiyədə o trendə düşmüşəm.